Həmişə sual verirlər ki, əgər bizi bu qədər çox istəyirsə elə cənnətdə yaradardı. Bilirsiniz, cənnət o yerdir ki, onu gərək azad şəkildə seçəsən. Azad şəkildə ona doğru gedəsən. İcbari şəkildə cənnətə getmək olmur, yoxsa heç bu dünyaya bizi göndərməzdi. Onun qaydası, qanunu belədir ki, insan gərək özü könüllü şəkildə özü seçsin, yolu getsin. İcbari olmur. Ona görə bizi dünyaya göndərib. Zorla cənnətə aparmaq olmaz. Zorla gedən ora daxil ola bilməz. İstedadı yoxdur, nemətlərdən istifadə eləsin. Qabiliyyəti yoxdur. Bizi yaradıb, hey fəryad eləyir kitabı vasitəsilə. Bizi dəvət eləyir. Başqa yola getməyin, gəlin mənə tərəf. Allah elə bilirsiniz, yollar yaradıb, bir yol yaradıb. Cənnətə gedən bir yoldur. Fə'ani'buduni haza sıratun mustaqim. Mənə